Fiziki tərbiyə dərsindən təcrid olunurlar. Xeyr. Qəşəng fiziki tərbiyə dərsindən təcrid olunmurdular. Yaxşı. Bəs bizə sual düşür ki, əmr və sərəncam formasında verilən hərəkətlər hansılardır? Sıra hərəkətləri. Sıra hərəkətlərdir. Struktur cəhətdən əsas hərəkətə uyğun olan hərəkətlər? Struktur cəhətdən əsas köməkçi hərəkətlər. Xeyr, hazırlayıcı hərəkətlər. Xüsusi hərəkətlər deyildiyi dərsin hansı hissəsində istifadə olunur? Əsas hissəsində. Xüsusi hərəkətlər dərsin hansı hissəsində istifadə olunur? Hazırlayıcı hissəsində. Xüsusi hərəkətlər dərsin hazırlayıcı hissəsində istifadə olunurdu. Bəs müəllim, qiymətləndirmə normativi daxil edilmiş hərəkətlər? Qiymətləndirmə əsas hissədə. Qiymətləndirmə normativi daxil edilmiş hərəkətlər əsas hissədə. Müəllim, bəs şagirdlərin funksional göstəriciləri dediklərində nələr nəzərdə tutulur? Funksional sistemlər, ürək damar sistemləri, daxili orqanlar. Funksional sistemlərin ISO, nəbz vurğusudur, ürək vurğularının sayıdır, ağciyərin hava tutumudur. Bunlar nələrdir? Funksional göstəricilərdir. Sürət gücü niyə hərəkət keyfiyyət sayılmır? Səbəbi, məqsədi nədir? Sürət güc ona görə ki, iki hərəkətin birləşməsindən olacaq. Yaxşı, iki hərəkət qabiliyyəti. Sürət və qüvvənin birləşməsindən yaranan hərəkət qabiliyyəti hansıdır? Sürət güc. Sürət güc, qüvvə və çeviklik ilə sıx əlaqəli olan hərəkət qabiliyyəti hansıdır? Sürət güc, qüvvə, çeviklik. Sıx əlaqəli olan hərəkət qabiliyyəti hansıdır? Qüvvə, çeviklik, sürət. Sürət olacaqdır. Yaxşı. Yeni hərəkət tez mənimsəmək dəyişən şəraitin tələblərinə uyğunlaşmaq nə adlanır? Çeviklik. Çeviklik adlanacaqdır. Oynaqların mütəhərrikliyi hansı hərəkət qabiliyyətinin təzahür amilidir, müəllim? Oynaqlar bədən əlimə qabiliyyətidir. Qəşəng. Bəqin kifayət qədər alınmaması nəyi çətinləşdirirdi? Bədən kifayət başda bir də Bəqin kifayət qədər olmaması nəyi çətinləşdirirdi? Əzaların Koordinasiyanı. Koordinasiyanı. Koordinasiyanın bir alt komponenti nədir? Müvazinət idi. Yaxşı, belə deyək, həyat üçün vacib keyfiyyət sayılan bunlardan hansı biri idi? Həyat üçün vacib keyfiyyət sayılan müvazinətdir, müəllim. 3 xüsusi basketbolda əsas vaxtda götürmədiyin time-out əlavə vaxtda keçir? Xeyr, keçir. Niyə keçir? Keçir. Bəli, yeganə idman oyundur ki, əsas vaxtda götürmədiyin time-out əlavə vaxtda keçirdi. Voleybolda oyunçunun tora toxunması qayda pozuntusudur. Oyun zamanı, oynamaq məqsədindən xeyr. Oyun zamanı, oynamaq məqsədindən xeyr, amma oynamaq təsadüfən olar. Ay, sağ ol. Təşəkkürlər Namiq müəllim.